Burada ümidi bölüşməklə, sabaha dair xoş bir şeylər bölüşməklə, xəyalları bölüşməklə bağlı bir mətn var. Xəyallar kömək edir ki, bölüşülmüş hisslər və emosiyaların nəsə olmağını da bilmirəm tərcüməsini. Qrup halında nəyisə xəyal etmək, üzvlərin bir-birlə əlaqəsini möhkəmləndirməyə xidmət edir. Yəqin fikir bu şəkildədir, təxmini tərcüməsi tamamən elə bilməsəm də. Sən deyir, xəyallara fokuslanırsansa, adətən xəyalı keçmişdə yanaşma biraz başqa idi, indi biraz başqa sözlə ifadə edilir. Aşağı-yuxarı eyni şeylər olur. Sən deyir, xəyala fokuslandığın zaman, əvvəllər dedilər, beynində şəklini çəklər, nəyisə olmaq istəyirsənsə onun. Xəyala fokuslandığın zaman danış hisslərin barədə və bölüşdüyün aspektlər. Bu mənada daha da bu xəyalın həyata keçməsinin, gerçəkləşməsinin daha da asanlaşmasına xidmət edən bir eyləm kimi düşünə bilərsiniz. Ana fikir bundan ibarətdir. Böyük ehtimal ki. Cümlələr çətindir, fikri tutmaq çətindir. Müasir dünyada bu günümüzdə deyir, biz düşünə bilərik ki, insanlar çox yaxşıdırlar biri digərinə qarşı. Əslində tam olaraq belə də deyil. Çünki bir çox süni ilişkilər barədə hər zaman danışırlar, səthi qurulan münasibətlərdən. Bizim deyir, həyata baxışlarımız çox fərqlidir, rəngarəngdir, bir-birindən müxtəlifdir. Biz dünyanı eyni cür qavramırıq. Mən öz klientlərimlə, yəni danışanlarımla, danışmanlıq verən bir kimsə, terapist bunu deyir ki, mən öz danışanlarımla fikirlərinə əsasən bu nəticələrə gəlmişəm. Onların çoxu müəyyən bir separasiyadan bəhs edir, digərlərindən təbii ki, separasiya deyəndə ilk valideynlər ya da düşür, bəzən partnyorla da ola bilər, bəzən övladla da ola bilər. Yəni, necə deyirlər ona? Bağımlı bir ilişki ola bilər də, yəni. Daha gec separasiyanın baş verməsindən, məsafənin, communities, qruplar, birliklər arasında məsafənin qoyulmasında çətinlik olmaqdan, qısa dildə desək, bizdə adətən bu yox deyə bilmək qabiliyyəti kimi mövzu olaraq ortaya yatırılır. Onlar deyir, bildirirlər ki, öz hissləri, inamla bağlı hisslər, təhlükəsizliklə bağlı hisslər, dünyaya qarşı olan münasibət, tam olaraq mənanı yenə tuta bilmədim cümlədə. Xəyal etmə bacarığı deyir, önəm daşıyır da bu insanın həyata qarşı, digər insanlara qarşı münasibətin nizamlanmasında. İngiltərədən danışır. Antropologiyadan. Yenə mənanı tutmaq çətin bir cümlələrdir, hansı ki, mən daha öncə mətni nəzərdən keçirməmişəm deyə, indi də tərcümə eləməyə çalışanda belə qırıq-qırıq fikirlər istər-istəməz alınır. Deyir, sən öz hisslərin barədə danışmaq sənə çətin gələ bilər, hansı ki, bəlli bir danışıqlar, ilişkilər, dialoqlar var ki, hansı ki, bunu yeni insanlarla, tamamən yad bir insanlarla aparmaq lazımdır. Sən o zaman xəyalına fokuslanırsan və öz hisslərin barədə danışmaq və bu yönümdə aspektlər barədə bölüşmək sənə daha asan gələ bilər, belə anladım fikirdən.
Hal-hazırda mən fikirləşirəm ki, iki insan bir-birinə söhbət edirsə, araya tərcüməçi girirsə, mənim hal-hazırda mətni tərcümə elədiyim kimi qırıq-qırıq fikirlərlə ifadə edirlərsə, vay o mətnin, o danışığın halına da, yəni sadəcə beynimdən həmin o tərcüməçilik keçir bu dəqiqə ki, yəni insan o dilləri bir dil bilmək bir insana bərabərdir də, elə bir poliglot olmanın nə qədər güclü bir şey olduğunu indi hal-hazırda beynimdən keçirirəm. Mənə mətnin bu qədər çətin olduğunu dərindən hiss eləyəndə. NASA haqqında danışır, anksiyete haqqında danışır, yenə hisslər barədə danışır, yenə anlar barədə danışır, hansı ki hiss edirsən, şükranlıq. When a client recounted in a dream the shock of looking out the window and noticing a long neglected tree, I understood those feelings and the urgency and importance they carried. My client, kliyan, Fransızca kliyan deyilir müştəriyə. Reconnected to the spiritual practice, and after our session I pulled out a long set aside writing project of my own. Mətn də bitmək bilmir bu arada. Dreaming with others helps us to grow as individuals. Tədqiqatlar 92-2001-ci illəri əhatə edənlərdən danışır. Ssenarilərdən, hisslərdən, qrup üzvləri arasında gedən bu bölüşməkdən, paylaşımdan, bir-biri ilə xəyal qurmaqla əlaqəli. Surprising health elements appeared individual dreams. Perspektivlərdən yeni imkanlar həyatda düzgün dəyərləndirilən şanslardan. Dreams are a universal language we all speak because feelings are universal, while our dreams reflect the unique, very particular details of our own waking life, the specific things we relate to, like teeing up a golf ball or dancing. This particular details center around certain universal aspects of feeling that connect all of us as human beings. Dream groups, the modern day campfire. My clients who are feeling a certain distance from others these days and who are longing for community come from different countries and walks of life. Deyəsən köçdən də söhbət gedir. Bayaqdan heç hiss eləmədiyim. Come from different countries and hold differing political, spiritual and social belief systems. Reconnect. Working with our dreams and especially sharing them within a group can reveal and repair this connection with one another by recognizing the feelings, life challenges and celebrations we hold in common. Adi bir şeydən götürən insan çox zaman özünə qapananda və yeni ortama girdiyi zaman orada hər kəs bir-birinə dostcasına rəftarını görəndə özünü kənar olunmuş, təcrid edilmiş kimi hissəyir ki, mən yalnızlığa öyrəşmişdim, indi də belə bir mühitə düşmüşəm. Təbii ki, yaxşı hiss etdirən məqamlar da olur. Özünü o qrupun parçası kimi təbii ki, görmək istəyir. Bu mənada belə sosial ilişkilərin insan həyatının nə qədər önəmli olduğunu, yenidən yalnızlığın gündə nə qədər siqaretə bərabər olduğu tədqiqatlarından danışmağa yəqin ki, ehtiyac yoxdur. Hər bir insan zaman-zaman özünü yalnız hiss eləyəndə, heç bir yerə aidiyyat hiss eləməyəndə təbii ki, anlayır ki, sosial ilişkilər nə qədər önəm daşır. İnsanın özünü yaxşı, özgüvənli hiss eləməyində, dəstək hiss eləməyində, bu partnyorun dəstəyi olsun, dostların dəstəyi olsun, valideynlərin, yaxın ətrafın, ailənin. Sən özünü dəyərli kimlərə hesab edirsənsə ki, səni dəyərli bilən kimlər varsa, yəni kim üçün önəm daşımaq istəyirsənsə və o dəyəri almaq üçün mübarizə aparırsansa və ya ümidi üzüb tamamilə öz başqa insanlarla başqa bir yollardan bir şeylər denemək istəyirsənsə, hər yaşda sıfırdan başlamaq yol ayrımları olur insan həyatında. Bu boşanma olsun, başqa bir ilişki qırıqlıqları olsun və ya mətndə keçdiyi kimi
yeni bir ortama, yeni bir şəhər, yeni bir tamamen məmləkətə köçmək olsun və orada heç bir dost tapa bilməmək olsun kimisindən, özünü daha çarəsiz, aciz hiss etmək məqamlarında olsun, amma sonra bir şəkildən sonra özünü müəyyən mənada özünə təsdiq eləyəndən sonra bir mənada bitər, tutunacaq bir şey tapandan sonra istər-istəməz geri qayıdır o şeylər. Çünki həmin yaşa qədər yaşadığın şeylər istər-istəməz önəm daşıyır da sənin özünə güvəninin formalaşmasında və ya da sən ağlayaraq başlayıb YouTube-a video çəkirsən ki, mən də heç nə alınmadı, falan kəs pisdilər, öz məmləkətimin adamlarını tapdım orada, mənə heç bir mənada kömək eləyə bilmədilər. Yəni var da belə təcrübələr rast olursunuz zaman-zaman, gənc qızlar adətən 20 neçə yaşında, 25 çatmayanlar falan öz göçmənlik hekayələrindən müəyyən qədər danışırlar və hayal kırıklıqlarını ifadə edirlər ki, pis yaxşı yenə də qayıtmışam, mənə orada narahat oldu, komfort zonam mənə yaxşı idi, dəyişmək istədim, amma çox da bacara bilmədim bu mənada. Söz verənlər vədlərini yerinə yetirmədilər kimisindən, yəni öz alınmayan işlərindən də danışa bilmək əslində bir qəbullanmadır dırnaq içində, başqasına bölüşmək bəlkə də həmin o ağrı acının müəyyən qədər yüngülləşməsinə xidmət edən bir davranışdır.